Bir daha salamlayıram hər birinizi əziz dostlar. 22 may 2026-cı il Kanif şəhəri. Taras Grigoryeviç Şevçenkonun doğma şəhəri və dəfn olunduğu yer. Bilirsiniz ki, Taras Grigoryeviç Şevçenko 1861-ci il köhnə stillə fevralın 26-sı, təzə stillə martın 10-u rəhmətə gedib və Peterburqda dəfn edilmişdir. Sonra Müqəddəs Vladimir Universiteti, yəni bugün Kiyev Milli Universiteti, Şevçenko adlı universitetin tələbələri belə qərar verdilər ki, onun nəşi gətirilməlidir Ukraynaya. Və təşəbbüs qrupu yaradıldı və Şevçenkonun nəşi 3 ay sonra Ukraynaya gətirildi. Və may ayının 22-si 1861-ci ildə və burada ziyarət dağı deyirlər. Şevçenko dağı da deyirlər. Taras dağı da deyirlər. Ziyarət dağı da deyirlər. Və burada dəfn edildi. 165 il bundan qabaq. Bugün həm də Şevçenko mükafatının 65 illiyidir. Yəni Taras Grigoryeviçin ölümünün 100 illiyində Milli Şevçenko mükafatı, ən yüksək mükafat təsis edilib. Və o gündən bu günə qədər də o gündən bu günə qədər də mükafat verilib, 65-ci dəfə verilir. Göstərmək istəyirəm ki, nə qədər gözəl və müqəddəs bir yerdəyik. Yəni bunların hamısını Taras Grigoryeviç öz əsərlərində yazıb. Dniproye Kruçi. Bax, aşağıda görürsünüz. Має прийти сюди, вклонитися Тарасу Григоровичу, danışan da Şevçenko mükafatı komissiyasının sədri, keçmiş mədəniyyət naziri, Maydanın səsi Yevgeniy Şukdur, dostumuz, əzizimiz. Bax, burada deməli yüzlərlə insan gəlir, Ukraynanın hər yerindən, tarixdən gələnlər də var. Amma əsas xaricilər gəlirlər müstəqillik günü, avqust ayının 24-ü. Avqust ayının 24-ü yetişirlər. Bir qayda olaraq. Deməli, Ukraynanın hər yerindən, vilayətlərdən gəliblər, ictimai təşkilatlardan. Mən də, deməli, milli patriotik hərbi qurumların adından, mən necə deyirlər, göndəriliblər. Deməli, biz onların əkil gətirmişdik, yəni onu qoyduq. Belə, gənclər, yaşlılar, hər cür adamlar gəlirlər bura. Bax, ortada duran Anatoliyada muzeyin direktorudur, Şevçenko muzeyi. Bu da böyük Şevçenko muzeyidir. Deməli, bax, gördüyünüz kimi Şevçenko əsərlərində necə yazmışdı, necə vəsiyyət eləmişdisə, elə də dəfn edilib. Dediyim kimi Dniproye Kruçi deyirlər. Dnepr çayı burada gördüyünüz kimi Allahın işidir, elə bir həm belə durub elə bir ki çay. Yaxından istəyirəm göstərim, əgər bacarsam. Bax, görürsünüz, çay diri dayanıb elə bir ki. Burada doğulub, burada böyüyüb. Burada kənd var, Şevçenko. O kənddə doğulub, böyüyüb. Və arzusu olub ki, burada həmişə Dnipro çayını görsün. Yəni, Ukraynanın milli özlərini milli peyğəmbər adlandırırlar da Ukraynalılar bir sözlə. Doğrudan da elədir. Çünki bu gün baş verənləri də hətta o zamanında bildirib. Belə. İstəyirəm görəsiniz. Bilən dostlarımızdan biri telekanalımızın daimi izləyicisi Azərbəy. Burada bayaqları durmuşdum deməli o işçilərlə, muzeyin işçiləri ilə. Biz səhərdən buradayıq. Yəni belə deyək də təşkilatçılardanıq həm də. Dedim ki, bəs bizim Azərbaycanlılar var ki, evlərində Şevçenkonun portretini saxlayırlar. Bax, belə də
İnsanlar Дякуємо Шевченку bilirsiniz, за цей дух, який завжди ümumbəşəri з нами. dəyərlərdir də. Yəni necə ki Коли палало, Nizami Gəncəvi ümumbəşəri dəyərdir, yaxud Nəsəmi ümumbəşəri dəyərdir, böyük після вибухів не горів. planetar səviyyədə, kainat səviyyəsində düşüncələr, Коли банери російські, які швидко починали встановлювати, İnsanlığın які xilası. збирали наші захисники, звідти поринав погляд əxlaqın, Тараса tərbiyənin birinci yerdə olması, Şevченка. milli ruh, Хочеться справді milli əxlaq, говорити не milli просто dəyərlər. як Ona görə якийсь Şevçenko bizim üçün формальний təbii момент. ki, Це əzizdir, насправді hamı є üçündür. сутність наша і велика Ona сила, görə də mən велике dostumuzu başa надбання düşürəm ki, o nəyə görə evində України, Şevçenkonun коли в portreti нас є saxlayır. такий велик, Bax belə, такий пророк, такий багатогранник, Şöyle dostlar. скільки талантів він має. Зараз Шевченківська премія Keçmiş nazir розширюється, dediyim kimi Şevçenko стає premiyanın все більше mükafatının номінацій. başçısı Для того, щоб Yevgeniy розширити Shuk çıxış eləyir. коло Oldu зацікавлених dostlar. культурних гравців. Görüşərik. Elə gün ərzində Але sülüklərimiz коли ми çoxalacaq. говоримо